Vəhdət həftəsidir. Vəhdət həftəsi münasibətilə də sizləri təbrik edirəm. Allahdan istəyirəm ki, biz müsəlmanlara vəhdət nəsib eləsin inşallah. Allah təbarək və teala Qur'an-ı Kərimdə buyurur: "Əuzubillah va'tasimu bihablillahi cəmi'a və la təfərrəqu." Hamınız Allahın ipindən möhkəm yapışız ki, dağılmayasınız, pərakəndə olmayasınız. Hər il vəhdət həftəsində biz vəhdət haqqında Quran ayələrin, hətta şən-i nuzulların, hədisləri sizlərə danışmışıq. Bu cümədə artıq mən danışdıqlarımı, illər öncə danışdığımız Quran ayələrinə, hədislərə işarə etməyəcəm. Quranın bu ayəsinə işarə edəcəm ki, İndi xud ayə ki var, "Va'tasimu bihablillahi cəmi'a və la təfərrəqu." Bu ayə haqqında biz geniş danışmışıq illər öncə. İstəyirəm növbəti ayə haqqında danışam. "Va'tiullah və rasuləh." Quran buyurur. Allaha və onun rəsuluna itaət eləyiz. "Və la tənazəu fətəfşəlu və təzhəb rihukum vəsbiru innallaha ma'as-sabirin." Allah Quranda buyurur ki, Allaha və onun rəsuluna itaət eləyiz. İtaət. Birinci budur. İllər öncə dəfələrlə danışmışıq. İxtilaf, ayrılıq, itaətsizliyin acı meyvəsidir. Məsələn, Allah rəsulundan sonra ümmət parçalandı, düzdür? Səbəb nə idi parçalandı? Allah rəsuluna itaət etmədilər ona görə. Hər peyğəmbərdən sonra ki, o peyğəmbərin ümməti arasında pərakəndəlik, ayrılıq, ixtilaf olubdur. Səbəbi budur ki, həmin ümmət Allaha və həmin peyğəmbərə itaət etməyiblər. Bariz nümunə budur ki, əgər müsəlmanlar Allah rəsuluna itaət etsəydilər, qədirə itaət etsəydilər, Quran ayələrini itaət etsəydilər, müsəlmanlar arasında parçalanma olardı, yox. Ona görə Quran buyurur ki, "Ati'ullah." Allaha itaət ediyoruz. "Və rasuləh." Allahın rəsuluna itaət ediyoruz. Peyğəmbərə itaət bərabərdir Allahın itaətinə. İtaətsizlik olanda ixtilaf olur. Hər bir məsələdə o cürdür. Ailə də bu cürdür. Uşaq atıya, anıya qulaq asmasa və yaxud da ki, xanım ailə rəhbərinə qulaq asmasa, o ailədə ixtilaf olur. Hər bir iş yerində, müəssisədə, ticarətdə, hər bir məsələdə qanunlar itaətsizliklə üzləşərsə, qanunlara itaət olmazsa, şübhəsiz, labud orada ixtilaf olmalıdır. Amma hamı qanunlar əsasında hərəkət eləyərsə, ixtilaf yoxdur. Vəhdət olacaq. Quran buyurur: "Va'tiullaha və rasuləh." Allaha və ona peyğəmbərini itaət ediyoruz. Savaşmıyız, keşməkeş salmıyız, qeyliqal salmıyız ki, zəif olasınız. Suslaşasınız. Qüdrətiniz, şövkətiniz aradan getməsin. Diqqət eləyiz. Quran nəticəni səbəblə vurğuluyur. Deyir, əgər ixtilaf etsiniz, aruzda qeyliqal, savaş olsa, sust olacaqsınız, zəif olacaqsınız. Sizin qüdrətiniz, əzəmətiniz aradan gedəcək. Necə ki, baxın müsəlmanlara. Bu qədər Allah bunlara sərvət veribdir. Dünyada nə qədər müsəlman dövləti var. Dünyada nə qədər müsəlman yaşayır. Amma baxın dünyada güc kimin əlindədir? Allah düşmənlərinin, qeyri-müsəlmanların. Dünyada kimdən çox qorxurlar? Dünyada əsas təsirə kimlər malikdir? Başqaları. Nə üçün? Çünki bu müsəlmanlar Allaha, peyğəmbərə itaət etmədilər, öz aralarında ixtilaf saldılar, ona görə zəiflədilər, süst oldular, qüdrətləri, əzəmətləri dünyada əllərindən getdi. Artıq müsəlmanlardan ümumi şəkildə qorxmurlar.
Zəlil eləyiblər çoxların. Sadəcə müəyyən qüdrətlərdən, qüvvələrdən qorxub çəkinirlər ki, o da İmam Hüseyn məktəbinə söykənir. Demək, əzizlər, Allah bizi itaətə dəvət eləyir və deyir, ixtilaf eləməyiz. İxtilaf elədiniz, zəifləyəcəksiniz, qüdrətiniz, əzəmətiniz aradan gedəcək. Yaxşı, nə eləyək? Buyurur ki, وَاسْبِرُوا səbirli olunuz, dözümlü olunuz, istiqamət göstəriniz. İnnallâhe ma'as-sabirin. Allah səbr edənlərlədir, dözümlü olanlarladır. Burada bir hədis də var İbn Abbasdan, çox təsirli bir hədisdir ki, onu sizə heç oxumamışam bu vəhdət həftələrində. İbn Abbas deyir, Allah Rəsulundan eşitdim ki, Həzrət belə buyurdu. Bütün ümmətlər ki, peyğəmbərlərindən sonra ixtilaf etdilər, batil əhli onlara qalib oldu. Batil əhli haqq əhlinə qalib oldu. Hər peyğəmbərdən sonra ümmət ixtilaf etdikdə, ixtilafın bir tərəfi haqq olur, bir tərəfi batil. Belə deyək. Ümumiyyətlə bu ümmətin arasında haqq olan var, bəli. Deyir, ixtilafın nəticəsində batil olan qüvvələr haqq əhlinə qalib gəlir. İndiyə qədər bu cür deyə baxız. Batil haqqı əzir. Nə üçün? Çünki ümmətlər özləri buna şərait yaratdılar. Nəfsani istəklərinə uydular, peyğəmbərlərinə itaətsizlik etdilər. Şərait yaratdılar ki, batil olan qüvvələr haqq əhlinə qalib gəlsin. Biz buna şərait yaradırıq. Ümmət olaraq, cəmiyyət olaraq, cəmiyyət özü şərait yaradır ki, batillər hakim olsunlar. Batillər qalib olsunlar. Deməli, məsuliyyət daşıyırıq. Çox gözəl hədisdir bu. Həzrəti Mövla buyurur ki, sizlərin ən pisi söz gəzdirənlər və ayrılıq salanlardılar. Söz gəzdirirlər və ayrılıq salırlar. Ümumiyyətlə, vəhdətin mənası nə deməkdir? Vəhdət deyirik. Nə istəyirik biz? Vəhdətin mənası bir cümlədə budur ki, bütün müsəlmanlar düşmənlərin qarşısında bir cərgədə dayansınlar. Vəhdətin mənası budur. Müsəlmanlar əqidələrindən, məzhəblərindən asılı olmayaraq düşmən qarşısında bir olsunlar. Vəhdətin mənası budur. Vəhdətin mənası budur ki, şiə gəlib olsun sünni, ya sünni gəlib olsun şiə. Yox. Vəhdətin mənası budur ki, şiə, sünni bütün müsəlmanlar birləşsinlər. Vəhdət budur. Vəhdətin mənası budur ki, elmi əsərlər yazılmasın, münazirələr olmasın, kitablar yazılmasın, tarix, təhlil olmasın. Mənası budur. Müsəlmanlar gərək mədəni şəkildə münazirə də etsinlər, elmi araşdırmalar da etsinlər, bir-birlərini təhqir etməsinlər, söyməsinlər, bir-birlərinə böhtan atmasınlar. Belə mədəni şəkildə elmi işlərini də aparsınlar. Vəhdətin mənası odur ki, bütün araşdırmaların qapısını bağlayaq, yox. Vəhdətin mənası budur ki, bütün müsəlmanlar düşmənin qarşısında, qərbin qarşısında bir olsunlar. Siyasi, ictimai cəhətdən, hərbi cəhətdən.